Herkese salam. Bugünkü mövzumuz Xəzər dənizidir. Xəzər dənizi sahəsinə görə dünyanın ən böyük gölüdür. Göl olmağına baxmayaraq onu hidroloji xüsusiyyətlərinə görə və böyüklüyünə görə dəniz adlandırırlar. Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığına görə onu göl adlandırırlar. Amma göl olmasına baxmayaraq yenə də kanallar vasitəsilə dünya okeanına çıxa bilir. Xəzər dənizinin sahəsi 292,6 min kvadrat kilometrdir. Orta dərinliyi 184 metrdir. Maksimum dərinliyi isə 1025 metrdir və maksimum dərinliyi Lənkəran çökəkliyindədir. Və Xəzər dənizi okean səviyyəsindən 27 metr aşağıda yerləşir. Həmçinin 130-a qədər də çay tökülür. Bu çaylardan Volqa, Emba, Ural, Kür, Samur və s. kimi çayları deyə bilərik. Xəzər dənizinin tarixinə baxsaq, deyə bilərik ki, Xəzər dənizi Tetis və yaxud da Sarmat dənizlərinin qalıqları olub. Çünki əvvəllər Qara, Xəzər və Aral dənizlərinin yerində Sarmat dənizi mövcud idi. Amma Böyük və Kiçik Qafqaz dağlarının qalxması nəticəsində Sarmat dənizi müxtəlif hissələrə ayrıldı və bu qapalı su hövzələrindən biri də Xəzər dənizidir. Xəzər dənizi təqribi 47 şimal enliyi və 36 şimal enliyi arasında yerləşir. Onun suları 5 ölkənin sahillərini yuyur. Azərbaycandakı sahil xəttinin uzunluğu 825 kilometrdir. Ən uzun sahil xətti isə Qazaxstana aiddir. Xəzər dənizi təbiətinin müxtəlifliyinə görə 3 hissəyə bölünür. Şimal, mərkəz və cənub hissələrinə. Şimal hissələri 44 dərəcə şimal enliyindən şimalda qalan hissədir. Mərkəzi hissə 44 şimal enliyi və 40 dərəcə şimal enliyi arasında, cənub hissə isə 40 dərəcə şimal enliyindən cənubda qalan hissədir. Ümumiyyətlə, bu hissələrdə dənizin dib relyefi, suyun fiziki kimyəvi xüsusiyyətləri bir-birindən fərqlənir və gölün təbiətinə təsir edən ən vacib amillərdən biri də onun mülayim və subtropik qurşaqlarda yerləşməsidir. Bu qurşaqlarda yerləşməsi nəticəsində Xəzərə müxtəlif hava kütlələri daxil olur. Məsələn, arktik, mülayim, tropik hava kütlələri Xəzər dənizinə daxil olur və təbii ki də suyun temperaturuna, duzluluğuna təsir edir. Suyun temperaturu qış aylarında şimal hissədə 0-5 dərəcə arasında, mərkəzdə 5-10 dərəcə, cənubda isə 10-12 dərəcə olur. Yayda isə temperatur şimal hissədə 20-25 dərəcə, mərkəzdə 23-26 dərəcə, cənubda isə 25-28 dərəcə arasında dəyişir. Onu da qeyd edeyim ki, şimal hissəsi qış aylarında buz bağlayır, yəni donur. Duzluluğa gəldikdə isə şimal hissədə duzluluq 1-2 promilli, mərkəzdə 5-10 promilli, cənubda isə 10-13,5 promilli arasında dəyişir. Xəzərə tökülən çaylar gölün duzluluğuna, üzvü aləminə və su axınlarına güclü təsir edir. Məsələn, xüsusilə də bu çaylardan Volqanı göstərə bilərik. Volqa çayı şimal hissədən Xəzər dənizinə tökülür və şimalda Xəzər dənizinin duzluluğunun aşağı olmasının səbəblərindən biri də Volqa çayının bura tökülməsidir. Çünki Volqa çayı bol sulu çaydır və bilirik ki, çayların suyu şirin olur. Və təbii ki də o şimal hissədən Xəzər dənizinə töküldükdə həmin hissədə duzluluq azalır. Bundan başqa Xəzərdə güclü dalğalar da müşahidə edilir və xəzri küləkləri əsdiyi zaman bu dalğaların hündürlüyü 10-12 metrə qədər çata bilir. Xəzərdəki təbii amillər və sahil boyu ölkələrdəki təsərrüfat fəaliyyəti Xəzər dənizində bəzi problemlərin yaranmasına səbəb olur. Bu problemlər səviyyə tərəddüdü, ekoloji problem və bioloji problemdir. Səviyyə tərəddüdü odur ki, uzun illər ərzində, tutaq ki 20-30 ildən bir Xəzərin səviyyəsi düşür, sonra isə qalxır, yəni artır səviyyəsi, amma bunun dəqiq bir səbəbi hələ də müəyyənləşdirilməyib, amma bunu çoxillik iqlim dəyişmələri və dənizin dibində baş verən tektonik hərəkətlərlə daha çox əlaqələndirirlər. Hal-hazırda Xəzər dənizi dünya okeanı səviyyəsindən -27 metr aşağıdadır və hazırda Xəzər dənizinin səviyyəsi azalmaqdadır. Ekoloji problemlərə isə şelf zonasındakı neft-qaz hasilatı, neft daşınmaları, sənaye və məişət tullantılarının axıdılması ilə əlaqədardır. Təbii ki də Xəzərin sahilində 5 ölkə yerləşir. Bu ölkələrdə sənaye və məişət tullantıları Xəzərə axıdılır və həmçinin neft-qaz hasilatı, yəni çıxarılması və neftin daşınması zamanında dənizə müəyyən neft tullantıları axıdılır ki, bu da
Xəzər dənizində ekoloji problemlərin yaranmasına səbəb olur. Digər problem isə bioloji problemi idi. Bu isə dənizdəki canlı aləmin azalması və dəyişməsidir. Bu da antropogen təsirlə bağlıdır. Xüsusilə də neft qazın hasilatı ilə və daşınması ilə bağlı problemlər bioloji problemlərin də yaranmasına səbəb olur. Daha sonra Xəzər dənizində yarımada, ada və körfəzlər də mövcuddur. Bu yarımadalardan Rusiyaya aid olanı Aqraxan yarımadasıdır, Azərbaycana Abşeron yarımadası, Qazaxstana Mangistau və Buzaçı yarımadaları, Türkmənistana Türkmənbaşı və Çərəkən yarımadaları, İrana isə Miyanqala yarımadası aiddir. Adalardan Rusiya adalarına Çeçen adası, Azərbaycana Bakı və Abşeron arxipelagındakı adalar, Qazaxstana Suiti və Kulalı adası, Türkmənistana Ogürçə adası, İrana məxsus isə ada mövcud deyil. Körfəzlərdən Qızlar körfəzi Rusiyaya aiddir. Azərbaycana Qızılağac, Qazaxstana Mangistau və Qazax körfəzləri, Türkmənistana Türkmənbaşı və Qarabağaz Qot, İrana isə Ənzəli və Hirkan körfəzləri aiddir. Gəlin baxaq Xəzərə tökülən çaylara. Xəzərə tökülən çaylardan ən böyüyü Volqa çayıdır. O Rusiya ərazisindən axaraq Xəzər çayına tökülür. Daha sonra Rusiya ərazisindən Xəzərə tökülən digər çay Terek çayıdır. Azərbaycan ərazisindən isə Xəzərə tökülən ən iri çaylar Kür, Lənkəran çay, Sumqayıt çay, Vəlvələ çay, Qudyal çay və Astara çaydır. Astara çay Azərbaycanla İran sərhəddində yerləşir. Bir də Samur çay Rusiya ilə Azərbaycan sərhəddindən axır və hər ikisi də Xəzər dənizinə tökülür. Daha sonra Xəzərin şərq sahillərində isə demək olar ki, hidroqrafik şəbəkə yox dərəcəsindədir və Qazaxstan ərazisindən Xəzərə Ural və Enba çayları axır. Hətta Enba çayı bir neçə qola ayrılaraq Xəzər dənizinə tökülür, yəni delta əmələ gətirir və Enba çayı bozsul dövrdə Xəzərə gəlib çatır, yəni Krik çayıdır. Türkmənistan ərazisindən isə Atrek çayı Xəzər dənizinə tökülür. İrandan axan çaylara isə Səvedrud çayını aid edə bilərik. Xəzər dənizinin ətrafında yerləşən obyektlər, yəni limanlar və şəhərlərə baxaq. Limanlardan Xəzərin əsas limanları Bakı ən böyük limanlardan biridir. Daha doğrusu ən böyük limandır. Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktau, Atrau, Bəndər, Ənzəli və Novşəhər limanları mövcuddur. Daha sonra şəhərlərdən ən böyük şəhər Bakıdır. Daha sonra Sumqayıt, Lənkəran, Siyəzən, Neftçala Xəzər dəniz sahilində yerləşən şəhərlərdəndir. Digər ölkələrdən isə Rusiyada Mahaçqala və Həştərxan, bir də Dərbənd, Qazaxstanda Aktau və Atrau, Türkmənistanda Türkmənbaşı şəhəri, İranda isə Ənzəli və Rəst şəhərləri. Hidroloji hadisələr əsasən iki qrupa ayrılır. Bunlar antropogen təsirlər nəticəsində baş verən və təbii təsirlər nəticəsində baş verən hidroloji hadisələrdir. Məsələn, götürək leysan yağışlarını, qısa müddətli olur, amma çayda suyun səviyyəsinin qalxmasına səbəb olur. Çayda suyun səviyyəsinin qalxması nəticəsində sel, daşqın, su basma və yeraltı sularının səviyyəsinin qalxması baş verir. Bunun da nəticəsində müəyyən ziyanlar vurur təbiətə. Bunlar torpağın eroziyasıdır, bitki örtüyünün məhv olmasıdır, nəqliyyat infrastrukturunun dağılması, yaşayış məntəqələrinin su altında qalmasıdır və əhalinin köçürülməsidir. Okean və dənizlərdə də hidroloji hadisələr baş verir. Bunlara tsunamilər və gücü 5 baldan çox olan dalğalardır. Daha sonra erkən buz örtüyünün yaranmasıdır, hərəkətsiz qalın buz qatıdır, liman tikililərinin buzun örtülməsidir, sahil buzlarının qopması kimi və s. hadisələrə aiddir. Bu saydıqlarımız, yəni dəniz və okeanlarda baş verən hidroloji hadisələr dəniz təsərrüfatına, yəni neftdir, qazdır, bu kimi təbii ehtiyatların çıxarılmasına, duzun istehsalına, dəniz nəqliyyatına və balıq ovuna mənfi təsir edir. Ümumiyyətlə hidroloji hadisələrdən biri olan tsunami təbii fəlakətlər arasında miqyasına və vurduğu ziyana görə ən təhlükəlisi hesab oluna bilər. Tsunamilər okeanlarda baş verən güclü tektonik proseslərin nəticəsində baş verir. Daha sonra çaylarda baş verən daşqın və sellərdir. Bunlar da böyük dağıntılara səbəb olur. Xüsusilə də Azərbaycanda Böyük Qafqazın çaylarında palçıqlı və daşlı sellər çox böyük dağıntılara səbəb olur.
Bunlardan başqa qlobal istiləşmə nəticəsində də müəyyən hidroloji hadisələr baş verir. Məsələn, qlobal istiləşmənin nəticəsi olaraq örtük buzlaqları əriyir və nəticədə dəniz sularının səviyyəsi qalxır. Quruda baş verən hidroloji hadisələr isə daşqın və su basmalardır. Bunların yaranmasına səbəb olanlar uzunmüddətli yağışların yağmasıdır, qar örtüyünün sürətlə əriməsidir və texnogen amillərdir. Uzunmüddətli yağışların yağması nəticəsində su basma və yaxud da daşqınların baş verməsi əsasən musson iqlimə malik olan ərazilərdə baş verir. Məsələn, Şərqi, Cənub-Şərqi və Cənubi Asiya ölkələrini bura aid edə bilərik. Daha sonra qar örtüyünün sürətlə əriməsi bu mülayim iqlim qurşağında yerləşən ölkələr üçün səciyyəvidir. Xüsusilə də Avropa, Şimali Amerika və Şimali Asiya ölkələri üçün. Texnogen amillər isə su anbarında bəndin dağılması nəticəsindədir.